Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə çox az ərzaqla, amma çox ləzzətli, dadlı, ovum ovulan, darçınlı mütəkkənin hazırlanmasını paylaşacağım. İnanın ki, çox bəyənəcəksiniz. Bəlkə də belə deyim də həyatınızda yediyiniz ən dadlı, ən ləzzətli mütəkkə resepti məhz bu olacaqdır. Videoya keçməmişdən öncə videomu bəyənsəniz, kanalıma dəstək olmaq üçün videonun aşağısındakı like düyməsini, yəni bəyəndim düyməsini bassanız mənim üçün çox böyük iş görmüş olarsınız. İndi keçək hazırlama qaydasına. Öncəliklə 2 stəkan yarım unu ələkdən keçirdirəm. Demək 2 stəkan yarım un 200 qram stəkanla götürürük. Üzərinə 3 xörək qaşığı şəkər tozu əlavə edirəm. 1 paket vanil əlavə edirəm. 1 paket qabartma tozu əlavə edirəm. Qatışdırıram. Xəmirin içərisində oyuq açıb 1 ədəd yumurta əlavə edirəm. 100 qram ərinmiş kərə yağı əlavə edirəm. Kərə yağını margarinlə də əvəz edə bilərsiniz. Və 150 qram qatıq və yaxud da xamadan istifadə edirəm. Yəni hərdən bir cürdə olanda qatıqdan, olmayanda xamadan istifadə edirəm. Xama və yaxud da qatıq yoxdursa, onda kəsmikdən istifadə edə bilərsiniz. Yəni quru şordan da istifadə edə bilərsiniz. Və ələ yapışmayan yumuşaq bir xəmir yoğururam. Və xəmiri yoğurduqdan sonra saxlamağa ehtiyac yoxdur. Elə buradan yoğurub oradan da yəni işinizi görəcəksiniz. Xəmiri yoğurub qoyuram kənara. İçli isə göstərim. İçli üçün sadəcə şəkər tozu və darçından istifadə edəcəm. Qeyd edim ki, şəkər tozu demək xəmirin tərkibində olduğu üçün kənarda da çox yəni əlavə eləmirəm. Elə 3 xörək qaşığı şəkər tozuna 1 dolu xörək qaşığı darçın əlavə edib qatışdırıram. Bu mütəkkənin içərisinə çəkmək üçündür. Və hazırladığım xəmiri 3 hissəyə bölürəm. Xəmiri 3 bərabər hissəyə bölürəm və bir hissəsini saxlayıram. 2 hissəsini qoyuram təzədən qabın içərisinə. Həmin o bir hissəsini də üzərinə biraz un əlavə edirəm. Xəmir əslində belə də açılır. Sadəcə çox yumuşaq xəmir olduğundan biraz un aparacaq və unu da əlavə edib gördüyünüz taxtanın böyüklüyündə açıram. Və xəmiri yaydıqdan sonra üzərinə hazırladığım içlikdən əlavə edirəm. İstədiyiniz qədər əlavə edə bilərsiniz. Mən içliyi də gözəyarı 3 hissəyə ayırıram və hər kündə üçün bir hissəni ayrı yəni əlavə edirəm. Və içliyi xəmir boyunca yayıram. Ondan sonra xəmiri mütəkkə şəklində, yəni mütəkkəni büküləsi şəkildə kəsirəm. Və hazırladığım mütəkkələri soba listinə yerləşdirirəm. Sobanı isə bu arada alt-üst rejimdə yandırmışam. 180 dərəcədə 20 dəqiqə ərzində bişirirəm. 20 dəqiqə, məsəl üçün, elə soba ola bilər ki, 15 dəqiqəyə bişirsin. Çünki mütəkkə tez bişir. Və mütləq soba əvvəlcədən yəni isti olmalıdır.
Və eyni qayda ilə bütün kündələri açıram, üzərinə şəkərli darçınlı qarışımdan əlavə edirəm və eyni qayda ilə bükürəm. Mütəkkələrin balaca-balaca, yəni kəsməyimə baxmayın. Bişdiyi zaman şişirlər, yəni normal ölçüdə olurlar, barmaq ölçüsündə olurlar. Buna barmaq mütəkkə deyirik biz. Var uzun siqaret mütəkkə, bu belə deyim, ən çox Gəncə zonası. Onlar çox nazik, uzun-uzun eləyirlər. Mən çox bəyənirəm onu. Biz belə barmaq boyda eləyirik, bu cür edirik və elə adını da biz bunu darçınlı barmaq mütəkkə deyirik. Yəni bu bizim Novruz süfrələrimizdə olmazsa olmazıdır, darçınlı şirniyyat kimi. Və gördüyünüz kimi mənim sobamda 20 dəqiqə hazır oldu. Alt üst çox gözəl qızarıbdı. İnanın ki, bu mütəkkələr bişən zaman evi bütün darçının ətri bürüyür. O qədər gözəl ətri olur ki, çox gözəl olur. Həm bu mütəkkə, darçınlı mütəkkə çox ovuntulu olur. Həm görüntüsü çox gözəl olur, həm dadı möhtəşəm olur. Mütləq darçın sevirsinizsə, bir dəfə də olsa bu şirniyyatı hazırlayın. İnanın ki, hər həftə hazırlayacaqsınız. Həm də bol, bərəkətli olur. Sevirsinizsə, üzərinə şəkər kirşanı da gəzdirə bilərsiniz. Yəni, görüntü olaraq çox gözəl görünür. İndi mən birini qırıb sizə göstərəcəm. Qırmağa ehtiyac yoxdur. Əlinizi vurdığınız zaman ovum ovulur. Baxın, necə indi görürsünüz. Yəni 3-4 gün ərzində də bu şəkildə qalır. Yəni boyatlanmır. Çox ləzzətlidir. Məsləhət görərdim ki, hazırlayasınız. Bu qədər. Göz haqqınızı halal edin. Allah hər